Allah Teala buyurur ki, mən hər kəsi sevsəm onu öldürərəm. Bəzi adamlar qorxular deyir ki, Allah adamı sevdim də nə oldu ki, öldürəm. Öldürərəm sözünün mənası budur ki, sən məndən başqasını görməzsən daha bu dünyada. Hüseyn Kərbəlada Allahdan başqasını görmədiyi kimi, Əli öz həyatında Allahdan başqa heç nə görmədi. Gözü heç nə görmədi. Allahın Rəsulü Allahdan başqa gözü heç nəyi görmürdü. Bunları tanıdıqca, Allahı tanıdıqca, ilahi eşqi tanıdıqca görürsən Allah dostlarını tanıyırsan, Əlini tanıyırsan, Hüseyni tanıyırsan ki, bunlardakı bu hal, bu his, bu yol neymiş? Öldürərəm səni dedi. Öldürərəm o kəsi. O deməkdir ki, onun içərisindəki heyvani hissləri apararam. Nəfsi istəkləri apararam. Ülvi hisslər, ilahi nur, ilahi feyz, ilahi həyat. O dirilik həyatı var. Dirilik ki var. Onu qoyaram onun qəlbinə. Yenə də deyərəm, gözü məndən başqasını görməz.